İstəyirsən ki, biraz istiqlaldan danışasan, biri gəlir iqtisadi suallar soruşur. İstəyirsən biraz bağımsızlıqdan danışasan, biri gəlir deyə, yox biz hardan geçinəcəyik? Qardaş, indi hardan geçinirsən? İndi hardan geçinirsən? Mən bu qolu verirəm ki, əgər biz müstəqil olsaq, siz əzizlərim, bacı qardaşlarım, bu gündən daha yaxşı duruma gedəcəksiniz. Biz devlət qurmağa çalışırıq. Əgər devlət qurmasaq, bu danışdığımız dili də qoruyamayacaqsınız. Əgər devlət qura bilsək, bu dilimizi daha gözəl quracaqsınız. Bir öncəki canlı yayınlarda deydim, bu çox mühüm nöqtədir. Baxın, bugün dünyada 6000 dənə dil var. 6000 dənə ya demək xalq var da. 6000 dil var, amma 200 dövlət var. Bizim sözdə Güney Azərbaycanda 40 milyon nəfərimiz var, amma 200 nəfərin 200 devlətin içində deyirik. Bunun illətinə nədir? Xahiş edirəm bunlara sualları, cavablarını yazın. Birazdan sonra bağlara məyə bilirsiniz, cavab verin. Əgər biz 6000 dil var, 200 devlət, biz niyə o 200 devlətin içində deyirik? Biz farslar ilə bir yerdə yaşamağa məcbur muyuq? Biz farsların dövlətinə köləlik eləməyə, müstəmir olmağa məcbur muyuq? Kim bizi məcbur elədi? Bizim biraz şöstüşür məğzi veriblər. Farslar deyib, Fars, Rusiya, İngiliz 51 olublar ki, bizi tühlərə əssinlər. Biz buna icazə verməyəcəyik. Biz gərək buna icazə verməyək. Biz artıq böyün oyanmışıq. Əgər 85-də biz eləyə